Rusiya Afrikada ilk hərbi dəniz bazasına sahib ola bilər. The Wall Street nəşrinin məlumatına görə Sudandan Kremlə iddialı təklif gəlib. Afrika ölkəsi Rusiyaya ölkə ərazisində 25 il müddətinə hərbi dəniz bazası yaratmağı təklif edib. Obyektin Port Sudan başda olmaqla 4 liman şəhərindən birində yerləşməsi mümkündür. İddialarda Moskvanın burada 300 əskərini və 4 döyüş gəmisini yerləşdirə biləcəyi deyilir. Rusiya bazalarının qurulması üçün iddia edilən limanlar Qırmızı dəniz sahilində yerləşir və bura əhəmiyyətli ticarət yollarının keçdiyi regiondur. Belə olan halda Moskva qlobal ticarətin təxminən 12%-nin aparıldığı, Avropa ilə Asiya arasında ən qısa yol olan Süveyş kanalında hərəkət edən dəniz nəqliyyatını izləmə imkanına sahib olacaq. Bundan əlavə isə Çin Qırmızı dənizi Ədən körfəzinə bağlayan Babül-Məndəb boğazında yerləşən Cibutidə ilk xarici hərbi dəniz bazasını qurub. Birləşmiş Ştatların Afrikadakı böyük bazası olan Camp Lemonnier isə Çinin hərbi strukturundan cəmi 10 kilometr məsafədə yerləşir. Görünən odur ki, Afrikanın Qırmızı dəniz sahillərində böyük güclərin mübarizəsinə Rusiya da qoşulur. Birincisi, bu tam hərbi baza deyil. Rusiya hərbi gəmilərinin təchizat məntəqəsidir. Özü də tək hərbi gəmilərin yox. Sudanla bu barədə danışıqlar bir ildən çoxdur ki, aparılır və görünür müəyyən nəticələr əldə olunub. Mən deyərdim ki, Afrika indi Rusiya üçün prioritet istiqamətlərdən biri sayılır. İlk növbədə bu, nadir və tələb olunan metal yataqları ilə əlaqəlidir. Ona görə də danışıqlar aparılır. Bu yataqlarla zəngin ölkə liderləri ilə əlaqələr yaradılır. Sudan təhlükəli və yoxsul ölkələrdən biridir. Yəqin bu baza ilə Rusiya Sudan iqtisadiyyatının inkişafına kömək edəcək və təbii ki, stabilliyin saxlanmasına çalışacaq. Şərqi Afrika ölkəsinin ərazisində Rusiyaya məxsus hərbi baza qurmaq istəməsinin səbəbləri də müxtəlifdir. 2023-cü ildən bəri Sudan ordusu və üsyançılar arasında davam edən vətəndaş müharibəsi ölkədə ciddi humanitar böhran yaradıb. Bu baxımdan illərdir üsyançılarla döyüşən Sudanın hərbi rejimi Rusiyanın qabaqcıl zenit raket sistemlərini və digər silahlarını endirimli qiymətlərlə almaq imkanı qazana bilər. Ölkə rəsmilərinin münaqişə şəraitində ehtiyac duyduqları yeni silahların tədarükü ilə bağlı bu cür strateji razılaşmalara getdiyi bildirilir. Potensial razılaşma Afrikada Moskvanın hərbi və iqtisadi təsirini əhəmiyyətli dərəcədə artıra biləcəyi addım kimi də başa düşülür. Üstəlik Kreml bu razılaşma ilə Afrikanın 3-cü ən böyük qızıl istehsalçısı olan Sudanda hasilat güzəştləri əldə edə bilər. Mütəxəssislər Rusiyanın Şərqi Afrika ölkəsi ilə hərbi razılaşmasını regional balansları dəyişdirə biləcəyi addım hesab edirlər. Bu, Rusiya tərəfindən atılan strateji addımdır. Saziş Rusiyaya Aralıq dənizi və Hind okeanının qapısında hərbi baxımından əhəmiyyətli geosiyasi üstünlük verəcək. Nəzərə almalıyıq ki, Moskva 4 ilə yaxındır müəyyən sanksiyalara məruz qalır və müharibə şəraitindədir. Bundan əlavə, Sudanın Rusiyaya qiymətli mineral yataqları təklif etməyə hazır olduğu bildirilir. Yəni, həm iqtisadi, həm də siyasi bir addım olan bu gediş bu coğrafiyada şok təsiri yarada bilər. Qeyd edək ki, Kreml Sudanda hərbi varlıq yaratmaq üçün təxminən 5 ildir ki, diplomatik səylər göstərir. Moskva və Xartum 2020-ci ildə Rusiya hərbi dəniz qüvvələrinin maddi-texniki təminat mərkəzinin yaradılmasını nəzərdə tutan dövlətlərarası saziş imzalayıblar. Sənəddə Port Sudanda qurulacaq bazada 4 Rus gəmisinin və 300 hərbi qulluqçunun yerləşdirilməsinə icazə bəndi yer alır. Bundan əlavə Rusiya sözügedən mərkəzə silah, texniki avadanlıq, döyüş sursatı, habelə elektron müharibə və hava hücumundan müdafiə sistemlərini də yerləşdirmək hüququna sahibdir.